İnsan düşüncəsinin sərhədi yoxdur. İnsanlar bəzən öz düşüncələrində sərhədin yarandığını düşünürlər. Ancaq bu belə deyil. Həqiqət odur ki, bizim düşüncələrimiz bizim böyüdüyümüz mühitə bağlıdır. Çünki insanın psixologiyası onun mühitinin ümumiləşmiş formasıdır. Psixologiya elə budur. Yəni, şuurumuzda qurduğumuz sərhədlər bizim davranışlarımıza böyük təsir edir. O zaman biz həm də başqalarının davranışlarına təsir edirik. Yəni, biz bir-birimizi yaratmış oluruq. Şuurun ən böyük gücü odur ki, bir-birini dünyasında var olmaqdır. İnsanları var edən onların düşündükləridir. Düşünmədiyimiz heç nə var deyil, yox da deyil. Amma biz öz düşüncələrimizdə sərhəd qurmaq istəyiriksə, mütləq bu bizim təhsilimizə və mədəniyyətimizə bağlı olur. Əgər biz başqaları ilə münasibətdə sərhəd qururuqsa, o sərhədə biz azadlıq deməliyik. Çünki azadlıq özü bir sərhəddir. Belə bir ifadə var. Azadlıq azad deyil. Yəni, hər zaman bir şəkilçi var onun yanında. Bu günlərin mənim azadlığımın bitdiyi yerdə sənin azadlığın başlayır. Sənin azadlığın bitdiyi yerdə başqasının azadlığı başlayır. Yəni, biz bir-birimizin həyatına mane olmamalıyıq. Yaşamaq bir peşədir. Necə ki, keçmişə səyahət etsək, görərik ki, insanın ilk və müqəddəs peşəsi yaşamaq olur. Əsas vəzifəsi isə başqasını yaşatmaq olur. Əslində, bugün də belədir. Biz hər zaman başqalarını var olması üçün fədakarlıq edirik. Bu, bizim düşüncəmizdə formalaşmış sərhədlərdir. İnsanı 3 anlayış dəyişir. Birinci, travma, istər fiziki, istər mənəvi travma insanı dəyişir. İkinci, aşiq olmaq. İstər fiziki aşiq olmaq, istər mənəvi aşiq olmaq. Üçüncü, psixoterapiya. Biz terapiya almadan öz düşüncəmizi dəyişə bilmərik. İnsan bu 3 hekayədən başqa və bu hekayədə baş verən hadisələrdən başqa dəyişmək şansı olmur. Psixoterapiya zamanı biz obyektiv mövqe ilə tanış oluruq. Yəni, biz özümüzün psixologumuz ola bilmərik. İnsan özünün heç nəyidir. Çünki obyektiv ola bilməz insan özünə qarşı. İnsan özü ilə söhbətdə belə özünün tərəfini tutur. Yəni, onu sərf edəni. Psixoterapiya isə şəxsə seçimlər təqdim edir. Hansı ki, o seçimlər də şəxsin seçimləridir. Bəzən biz etdiyimiz seçimlərdə nəyi necə edəcəyimizi bilmirik və ya dəqiqləşdirmə aparırıq. Məsələ budur ki, psixologiyada insanların sərhədi həm də hüquqa qədərdir. Qanun ona görə var ki, biz bir-birimizə mane olmayaq. Yenə də qaydırıq insanın əsas peşəsini, yaşamağı. Yaşamaq odur ki, başqaları ilə də yaşaya biləsən. Başqalarını da qoruya biləsən. Başqalarının həyatına mane olmayasan. Ona görə də insanlar övladlarını böyüdəndə bu çərçivədə böyütməlidir ki, sənin əsas həyatda vəzifən başqalarının həyatına mane olmamaq. Onun azadlığını əlindən almamaq. Öz azadlığını, başqasının azadlığını üstün tutmamaq. Biz bu düşüncədə böyüsək, başqalarının da həyatında bizim müsbət rolumuz olacaq. Əgər insan həqiqət axtarışındadırsa, o öz həqiqətini yox, başqalarının həqiqətini axtarmış olur. Sual yaranır ki, bəs bu insan öz həqiqətini nə zaman tapacaq? Bunun cavabı çox dərindir. Hazırda bəlkə də bunun cavabı yoxdur. Çünki biz başqalarının həqiqətləri ilə
söyləyirik. Və bu düşüncə ilə də başqalarının həqiqətləri ilə də toqquşuruq. İnsanların psixologiyası pozulanda məhz bu toqquşmadan yaranmış olur. Yəni biz bu pozuntunun aradan götürülməsi üçün özümüzlə diyaloq apararaq biz bu pozuntunu böyütmüş olacağıq. Ona görə də mütəxəssisə müraciət edərək düşüncəmizdə fikir əməliyyatları aparmalıyıq. Psixologiya fikir cərrahiyyəsidir. Biz nə olursa olsun pasiyentin düşüncəsində o əməliyyatları reallaşdırmalıyıq. Bəzən bunu sərt, bəzən bunu yumuşaq formada edirik. Psixologiya ağlamaq deyil, psixologiya pis olmaq deyil. Psixologiya insanın düşüncəsinin dəyişməsinə və ya idarə olunmasına təsir edən elmi əsaslara söykənən metodların bir yaratdığı qutudur. Biz bu qutunun içində sənə xidmət edirik.